Qarlı hava şəraiti yol qəzalarını, başqa sözlə də sığorta hadisələrini artırır. Amma adi günlərdən fərqli olaraq qarlı havada bəzi sığorta şirkətləri ödəniş etməkdən yayınmağa çalışır. Vətəndaşla sığorta şirkətləri arasında çəkişmələrə səbəblər yaranır. Qəzalarda sığorta şirkətlərinin əsas gətirdiyi amillərdən biri isə budur ki, qəzaya sürücülər özləri səbəb olublar. Qarlı hava özü ilə fəsadlar da gətirir. Bu cür havada baş verən qəzaların sayı daha çox olur. Ötən gecə Nəsimi rayonu ərazisində Şkoda markalı maşın körpünün eşindəki yol ayrıcına çırpılıb. Arxadan gələn Volkswagen markalı avtomobil isə ona dəyib. Qəza zamanı ciddi xəsarət alan olmasa da avtomobillərin hər ikisi yararsız hala düşüb. Bu tip qəzalara sürücülərin hava şəraitini nəzərə almaması səbəb olur. Bəzən də sığorta şirkətləri sürücü məsuliyyətsizliyini əsas gətirərək sığorta pulunu ödəməkdən boyun qaçırırlar. Sığortalayanların hava şəraiti ilə bağlı bəzi problemləri könüllü və ya kasko sığortasında nəzərə almaması vətəndaşları çıxılmaz vəziyyətdə qoyur. Amma sığorta şirkətinin nümayəndəsi Ramin Məmmədov deyir, bu belə olmamalıdır. Hava şəraitindən asılı olmayaraq hər hansı qəza hadisəsi baş verdiyi zaman həmin sığorta şirkəti sığorta məbləğini, sığorta ödənişini ödəməyə məcburdur. Bu, heç bir halda sığorta müqavilələrində məhdudlaşdırıla bilməz. Çünki əslində sığortanın məqsədi də bir növ budur ki, insan həm rahat avtomobil idarə edə bilsin, həm də ki, zəmanətli sığorta təminatı mövcud olsun. Bugün avtomobilin ilindən, markasından, modelindən asılı olaraq sığorta qiymətləri dəyişir. Yəni, standart paketlərdə vətəndaşa 10.000 manatlıq avtomobili sığortalamaq üçün 300 manat pul lazım olur.